3W. Bu 3 hərfin mənasını bilirsiniz. World Wide Web, yəni dünyanın geniş şəbəkəsi. Bəziləri buna ümumdünya hörümçək toru da deyir. Bu ifadə təsadüfən yaranmayıb. Çünki web həqiqətən də bir tor kimidir. Bir səhifə digərinə bağlanır, o biri səhifə növbəti ilə əlaqə yaradır və sən fərqinə varmadan bir linkdən digərinə keçərək bu nəhəng informasiya torunun içində dolaşırsan. Və məhz buna görə də bugün sizə webin yaranma tarixindən danışacağam. Əslində fərqində olmasaq da hər birimiz hər gün bu toru biraz daha böyüdürük. Kliklərimizlə, yazdıqlarımızla, baxdıqlarımızla və paylaşdıqlarımızla. Amma hekayənin lap əvvəlində çox vacib bir şey xatırlatmaq istərəm. Web internet deyil. Biz gündəlik danışıqda bu iki anlayışı tez-tez qarışdırırıq. İnternetlə webi eyni şey kimi qəbul edirik. Amma əslində bunlar bir-biri ilə sıx bağlı olsa da fərqli iki texnologiyadılar. İnternet daha çox infrastrukturdur. Yəni kompüterlərin bir-biri ilə əlaqə qurduğu qlobal şəbəkədir. Web isə bu şəbəkənin üzərində qurulmuş məlumatı bizim üçün oxunaqlı və əlçatan edən sistemdir. Bu fərqi daha yaxşı anlamaq üçün isə ilk olaraq internet tarixinə qısa nəzər salmaq lazımdır. Hekayə bizi 1960-cı illərə, soyuq müharibənin ən gərgin dövrünə aparır. Dünya iki böyük düşərgəyə bölünmüşdü və ABŞ hökuməti Sovet İttifaqı tərəfindən mümkün nüvə hücumu ehtimalından ciddi şəkildə narahat idi. O dövrdə əsas sual belə idi: əgər belə bir hücum baş verərsə və mərkəzi rabitə sistemləri məhv olarsa, ölkə daxilində əlaqə necə qorunacaq? Telefon xətləri kəsilsə, qərargahlar sıradan çıxsa, informasiya necə ötürüləcək? Məhz bu qorxu və bu suallar sonradan bugün tanıdığımız internetə çevriləcək sistemin yaranmasına təkan verdi. ABŞ-da belə bir fikir formalaşdı ki, elə bir rabitə sistemi lazımdır ki, onun bir hissəsi sıradan çıxsa belə, digər hissələri işləməyə davam etsin. Yəni mərkəzsiz, elastik və davamlı bir şəbəkə qurulsun. Bu ideyanın praktik nəticəsi isə 1969-cu ildə ARPANET adlı inqilabi layihənin istifadəyə verilməsi oldu. ARPANET adının açılışı Advanced Research Project Agency Network, yəni qabaqcıl tədqiqat layihələri agentliyinin şəbəkəsi demək idi. O dövrdə bu ad sadəcə texniki termin kimi səslənsə də, əslində müasir internetin təməli məhz burada qoyuldu. 1969-cu ilin 29 oktyabrında Kaliforniyada yerləşən UCLA və Stanford universitetlərindəki kompüterlər ilk dəfə bir-biri ilə əlaqələndirildi və bu kompüterlər gələcək internetin ilk hostları oldu. Göndərilmək istəyən ilk söz login idi, amma sistem bu yüklənməni qaldıra bilmədi və çökdü. Qarşı tərəfə yalnız iki hərf çatdı: L və O. Bu iki hərf tarixdə internet üzərində göndərilən ilk mesaj kimi düşdü. Zaman keçdikcə ARPANET böyüməyə başladı və onun imkanları daha da genişləndi. Əvvəlcə bu şəbəkə yalnız kompüterlərin bir-biri ilə məlumat mübadiləsi apardığı texniki bir sistem idi. Amma 1971-ci ildə Ray Tomlinson adlı mühəndisin elektron poçtu yaratması ilə internet ilk dəfə insan ünsiyyəti üçün real alətə çevrildi. Məhz o dövrdə elektron poçt ünvanlarında istifadə etdiyimiz işarəsi seçildi və bu işarə sonradan internet mədəniyyətinin ayrılmaz simvollarından birinə çevrildi. Gələcək videolarda e-mailin yaranma tarixindən daha ətraflı danışacağıq. Ona görə yeni videolardan xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. 1973-cü ilə gəldikdə isə ARPANET artıq ABŞ sərhədlərini aşmışdı və Norveç ilə Böyük Britaniyada yerləşən qovşaqlar bu şəbəkəyə qoşulmuşdu. Bununla da internet ilk dəfə qlobal xarakter aldı və artıq tək bir ölkənin layihəsi olmaqdan çıxdı. Amma şəbəkə böyüdükcə yeni problemlər ortaya çıxdı. Müxtəlif kompüterlər, müxtəlif sistemlər bir-biri ilə eyni dildə danışmırdı və bu əlaqəni çətinləşdirirdi. 1974-cü ildə Winton Jeff və Bob Kahn bu problemi həll etmək üçün yeni bir protokolun TCP, yəni Transmission Control protokolun dizaynını izah edən elmi məqalə dərc etdilər. Bu protokol sonradan TCP Drop IP formasında genişləndirildi və internetin əsas dili oldu. TCP/IP müxtəlif şəbəkələrin bir-biri ilə problemsiz əlaqə qurmasına imkan verdi və məhz buna görə 1983-cü ilin 1 yanvarı internetin rəsmi doğum günü kimi hesab olunur. Çünki həmin gün ARPANET rəsmi olaraq TCP/IP standartını keçdi. 70-80-cı illər ərzində internet sürətlə inkişaf etsə də, hələ də əsasən alimlər, tədqiqatçılar və hərbi strukturlar tərəfindən istifadə olunurdu və adi insanlar üçün bu dünya demək olar ki, bağlı idi. Bu vəziyyət isə Britaniyalı kompüter alimi Tim Berners-Lee sayəsində dəyişdi. 1989-cu ildə İsveçrədə CERN laboratoriyasında işləyərkən Berners-Lee çox sadə, amma ciddi bir problemlə üzləşmişdi. Daim böyüyən və dəyişən bir təşkilatda
sənədləri və məlumat fayllarını necə saxlamaq, yeniləmək və tapmaq olar. Məlumat var idi, amma pərakəndə idi və bir faylı digərinə bağlanmırdı. Tim internet üzərindən sənədləri və digər resursları istifadəçilər üçün rahat şəkildə çıxış imkanı verən ümumi, əlaqələndirilmiş bir informasiya sistemi təsəvvür etdi və bu ideya sonradan World Wide Web adlandırıldı. 1989-cu ilin martında o bu sistem üçün ilk təklifini təqdim etdi. 1990-cı ilin sonuna qədər özü və komandası işlək web üçün lazım olan bütün əsas alətləri yaratdı. HTTP protokolu, HTML dili və World Wide Web adlı ilk web browseri və ilk web serveri. 1990-cı ilin 20 dekabr tarixində ilk web sayt istifadəyə verildi. Və bu sayt World Wide Web, yəni 3W layihəsinin özünü izah edirdi. Web server Next markalı kompüter üzərində işlərdi və onun üzərində qırmızı mürəkkəblə belə bir yazı vardı. This machine is a server. Do not power it down. Yəni bu cihaz serverdir. Söndürməyin. Bəlkə də internet tarixində yazılmış ən vacib xəbərdarlıqlardan biri məhz bu idi. 1991-ci ildə Berners-Lee bu sistemi ictimaiyyətə açdı və ilk internet səhifəsi info.ch ünvanında yayımladı. Tim bu səhifədə webin necə işlədiyini və insanların öz web səhifələrini necə yarada biləcəyini izah edirdi. Və maraqlısı odur ki, tarixin ilk web səhifəsi bu gün də işləkdir. Hətta ilk yarandığı gündəki dizayn dəyişməz olaraq qalıb. Bundan əlavə həmin zamanda başqa saytlar da yaradıldı. ABŞ-ın ilk serverlərindən biri olan Slack Stanford Edu. Bu sayt fizika və yüksək enerji tədqiqatları məqalələri ilə zəngin idi. MIT Edu, yəni Massachusetts Texnologiya İnstitutunun saytı, Stanford Edu, Stanford Universitetinin elmi məqalələri və akademik resursları üçün yaradılan sayt və National Center for Supercomputing Applications. Bu sayt isə webin yüksəlişi üçün böyük işlər görən bir sayt idi. Bu saytın adını biraz sonra bir daha işlədəcəyik. Beləliklə göründüyü kimi ilk dövrlərdə web əsasən universitetlərin elmi şöbələri və fizika laboratoriyaları tərəfindən istifadə olunurdu. Amma çox keçmədən onun potensialı daha geniş auditoriya tərəfindən də dərk edildi. 1993-cü ildə Mosaic browserının buraxılması webin sürətlə yayılmasına səbəb oldu və bu browser biraz əvvəl adını çəkdiyim National Center for Supercomputing Application tərkibində yaradıldı. Mark Andreessen və digər tərtibatçılar tərəfindən yaradılan bu browser qrafik interfeys təqdim edərək webi daha əlçatan və istifadəçi dostu etdi. Beləliklə 90-cı illərin ortalarında internet və web istifadəsində əsl partlayış yaşandı. Saytların sayı cəmi bir neçə ay ərzində sürətlə artdı. 1993-cü ilin yanvarında cəmi 50 sayt olduğu halda həmin ilin oktyabrında bu rəqəm artıq 500-ü keçmişdi. 1995-ci ildə Amazon və eBay kimi bu gün də istifadə etdiyimiz nəhəng onlayn alış-veriş saytları fəaliyyətə başladı və internet tədricən gündəlik həyatının bir hissəsinə çevrildi. 1998-ci il isə daha bir mühüm dönüş nöqtəsi oldu. Çünki Larry Page və Sergey Brin tərəfindən yaradılan Google istifadəyə verildi və bu axtarış sistemi məlumatı tapma və onunla qarşılıqlı əlaqə qurma üsulumuzu kökündən dəyişdi. Bugün isə web artıq tamamilə fərqli bir mərhələyə çatıb. Vaxtilə sadə mətn səhifələrindən ibarət olan web zamanla inkişaf etdi və HTML dili yalnız struktur verməklə kifayətlənmədi. Dizayn və formalaşdırma üçün CSS, yəni Cascading Style Sheets, funksionallıq və məntiq üçün isə JavaScript əlavə olundu. Daha sonra Ajax proqramlaşdırılması ortaya çıxdı və texnologiya səhifəni yenidən yükləmədən məlumatın dinamik və sürətli şəkildə ötürülməsini mümkün etdi. Məhz bu yanaşma web dizaynında köklü dəyişikliklərə səbəb oldu və istifadəçi mərkəzli interaktiv platformanın formalaşdığı Web 2.0 dövrünün başlanğıcını qoydu. Və görünən odur ki, bu inkişaf hələ yolun sonu deyil. Web dəyişməyə davam edir və biz bu dəyişimin canlı iştirakçılarıyıq. Eyni zamanda internetin özü də dəyişdi. Bugün optik lif xətləri dünyanın demək olar ki, hər nöqtəsinə yayılıb. Bu xətlər okeanların və dənizlərin ən dərin qatlarından keçərək qitələri bir-birinə birləşdirir. Böyük şəhərlərin altında isə nəhəng bir hörümçək torunu xatırladan şəbəkə formalaşdırır. Hər gün daha sürətlə və daha stabil informasiya ötürülməsi üçün yeni texnologiyalar hazırlanır. Əşyaların interneti artıq təkcə anlayış deyil. Bugün evlərimizdə televizorlar, soyuducular, kondisionerlər və hətta işıq sistemləri internetə qoşulub.
Süni intellekt bu məlumatları analiz edərək davranışlarımızı öyrənir. Maşın öyrənməsi isə sistemlərin zamanla daha ağıllı və daha uyğun işləməsini təmin edir. Yəni internet artıq sadəcə baxdığımız bir mühit yox, bizimlə birlikdə işləyən bir sistemə çevrilib. Hətta artıq internet təkcə yer üzündə qalmır, peyklər vasitəsilə kosmosa daşınır. Bir vaxtlar hərbi rabitəni qorumaq üçün başlayan bu yol bu gün bəşəriyyətin ən böyük informasiya arteriyasına çevrilib. Vaxtilə bir neçə kompüterini bir-birinə bağlayan bu sistem bu gün görünməz saplardan toxunmuş nəhəng bir hörümçək torunu xatırladır. Biz hər kliklə, hər paylaşım və hər baxışla bu torun içində bir düyünə çevrilirik. İnternetin ümumdünya hörümçək torunun tarixi insan zəkasının, əməkdaşlığın və yaradıcı düşüncələrin gücünü göstərir və əgər bu cür hekayələrlə yenidən qarşısına çıxmağımı istəyirsinizsə, kanala abunə olmağı, videoyu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək.